Dövlətlərin mühüm vəzifəsi milli gücün və milli izzətin əsas ünsürlərini möhkəmləndirməkdir. Dünyanın hər yerində belədir. Bütün hökumətlərin vəzifəsi milli gücün əsas ünsürlərini gücləndirməkdir və bu ünsürlərin ən önəmlisi xalqın ruhiyyəsi, motivasiyası və birliyidir. Yəni, əgər milli gücün əsas ünsürlərini sadalamaq istəsək, onların ən mühüm olanları xalqın həmrəy olması, ruh yüksəkliyi, ümidli və məqsədyönlü olmasıdır. Biz də öz növbəmizdə fəaliyyətimizlə, danışığımızla və vəzifələrimizə bağlılığımızla bu ruhiyyəni xalqda yaratmalı, əgər mövcuddursa onu gücləndirməli və bu ruhiyyənin zəifləməsinin qarşısını almalıyıq.